Hər birinizi xoş gördüm dəyərli Miraç Media TV izləyiciləri. Mən Elmnaz Osmanova. Bugün sizlərə təhsilin sadəcə diplomdan ibarət olmadığı haqqında danışmaq istəyirəm. Bəli, təhsil sadəcə diplom deyil. Bəzən insanlar təhsili yalnız məktəbə getmək, imtahanlardan keçmək və sonunda bir diplom almaq kimi anlayırlar. Halbuki təhsil bundan qat-qat böyük və dərin bir anlayışdır. Təhsil sadəcə yadda saxladığımız məlumatlar deyil, formalaşdırdığımız şəxsiyyət, qazandığımız dəyərlər, baxış bucağımız və həyata olan münasibətimizdir. Əgər bir insan diplomu sahibidir, amma başqasının haqqını tapdalayırsa, rüşvətlə yüksəlirsə, öz mənfəəti üçün yalan danışırsa, demək ki, onun təhsili yalnız kağız üzərində qalıb. Çünki təhsilli olmaq sadəcə məlumatlı olmaq deyil, eyni zamanda insan olmağı bacarmaqdır. Vicdanı, ədaləti, dürüstlüyü və mərhəməti olmayan bir təhsil cəmiyyətin inkişafına deyil, tənəzzülünə səbəb olar. Əsl təhsil insanın düşünməyi, sorğulamağı, haqsızlığa susmamağı öyrədir. İnsanı sadəcə alim edən deyil, eyni zamanda ədalət mücahidi edən təhsil dəyərli təhsildir. Bizim ən çox ehtiyacımız olan da budur. Təhsilli gənclər, amma eyni zamanda vicdanla, haqqın yanında dayanan, zalımın qarşısında susmayan bir nəsil. Əgər biz təhsili yalnız diplom üçün alırıqsa, cəmiyyətin ruhunu unuduruq. Və belə bir cəmiyyət heç vaxt inkişaf edə bilməz. Gərək təhsil sistemimiz elə qurulsun ki, insanın içindəki işığı yandırsın. O işıq mərhəmətdir, anlayışdır, hörmətdir, dürüstlükdür və ən əsası cavabdehlik hissidir. Təhsil səni sadəcə hansı universiteti bitirdiyini deyil, kimə çevrildiyinlə ölçülür. İnsanlar sənin diplomunu deyil, davranışını, münasibətini və səmimiyyətini xatırlayacaq. Ona görə də gəlin təhsil ruhsuz bir sistem kimi görməyək. Gəlin onu bir maarifçilik yolu, bir kamillik məktəbi, bir insanlıq təlimi kimi yaşadaq. Çünki bugün təhsil zalımın qarşısında susan yox, savadlı amma haqqın yanında olan bir gənclik lazımdır. Diplomu olan deyil, duruşu olan insanlar lazımdır.